Salam dəyərli izləyicilər. Bugün bol tərəvəzli, çox ləzzətli toyuq ətindən göbələkli yemək hazırlamışam. Deməli bizə lazımdır burada 1 ədəd toyuq, 1 kiloqram göbələk, 3 ədəd pomidor, 3 ədəd yer kökü, 3 baş soğan, 4-5 dənə belə balaca biber və 1 kiloqramdan biraz az kartof. Yəni 3-4 baş biraz böyük. Burada bizdə kartoflar balacadır. Hardasa böyük kartof demək olar. Bir 4 dənə, 5 dənə belə kartof lazımdır. Əvvəlcə toyuğu yuyub doğramışam. Daha sonra göbələyi gördüyünüz qaydada təmizləyirəm. Deməli ayaq hissəsindən biraz kəsib atıram və qabığını soyuram. Daha sonra yuyacam. Əvvəlcədən yumuram ki, suda saxlamıram ki, göbələk masalka kimi suyu canına çəkir. Ona görə təmizləyəndən sonra dərhal yuyub sudan çıxardıram. Tavanı qızdırıb kərəyağı əlavə eləyirəm. İçərisinə doğranmış toyuğu da yerləşdirirəm. O üz bu üz qızardıram. Yəni çox belə qıpqırmızı qızarmağa heç ehtiyac yoxdur. Biraz qızarsa kifayət eləyir. Toyuq qızarana qədər yerdə qalan tərəvəzləri doğrayıram. Deməli, göbələyi də 4 hissəyə bölürəm. Kartofu da balacadır deyə uzun sol 4 yerə bölürəm. Yəni xırda-xırda doğramıram. Göbələyi də böyük-böyük doğrayıram. Onsuz da bişəndə suyu çəkilir, balacalaşır. Toyuq o üz bu üz qızarandan sonra üzərindən kartofunu da əlavə elədim. Və duzunu, istiotunu da səpirəm yeməyin üzərinə. Biraz bunu da qızardıram. Yəni çox qıpqırmızı eləmirəm. Bir dəfə çevirsəm kifayət eləyir. Bu müddət ərzində bu hazır olana qədər, yəni biraz qızarana qədər yer kökünü də hazırlayıram, doğrayıram. Dəyərli xanımlar, burada diqqət edin. Mən yer kökünü də soyub təmizləyəndən sonra çox xırda-xırda doğramıram. Bunu da böyük-böyük, fal-fal, yəni xırda-xırda doğramıram da, yəni yetərincə böyük doğrayıram. Ona görə ki, yeməyi mən toyuq ətində hazırlamışam. Əgər sinə ətində hazırlasaydım, xırda-xırda doğrayardım. Sinə ətini də xırda doğrayardım. Bütün tərəvəzləri də xırda-xırda doğrayardım. Odur ki, toyuqla bişirdiyimə görə bütün tərəvəzləri də iri formada doğrayıram ki, xəşil kimi olmasın yemək. Yer kökünü də əlavə edib biraz kartof kimi, yəni çevirirəm. Daha sonra doğramış göbələyi üzərindən əlavə edirəm. Göbələk belə çox görünə bilər, amma qətiyyən elə deyil. Bişəndən sonra bax bu formada azalır. Azaldıqdan sonra üzərindən biber, soğan doğramışını da əlavə edib bişirirəm. Deməli bişənə yaxın sonda üzərinə doğranmış pomidorunu da əlavə edirəm. Burada diqqət edin, pomidorlar da yetərincə iri formada doğranıb. Yəni məqsəd odur ki, yeməyimiz çox xəşil kimi olmasın. Yəni toyuq əti biraz böyük-böyük, amma yerdə qalan tərəvəzlər xırda-xırda, onlar xəşil kimi görünər. Ona görə böyük doğramışam və hazır oldu. Gördüyünüz kimi çox gözəl, həm görkəmi gözəl, həm tərəvəzlərin ölçüləri də toyuq ətinə uyğun. Yemək tam yağa düşəndə demək ki, hazırdır. Hazır olduqdan sonra servis edib süfrəyə verirəm. Deməli, süfrəyə verəndə də üzərindən keşniş, şüyüd doğramışı əlavə eləyirəm. Bu da istəyə bağlıdır. İstəsəniz etməyə də bilərsiniz. Göyərtədən söhbət gedir. Çox ləzzətli, həqiqətən də həm bərəkətli yeməkdir. Yəni dəyərli xanımlar, bir dənə toyuqdan mən bunu hansı ki tavada bişirdim, həmən qazan sac idi, qazan formasında. Demək olar bir dənə toyuqdan bu tərəvəzlərdən yarım qazana qədər yemək alındı. Yəni deməyim odur ki, çox bərəkətli bir yeməkdir. İnşallah siz də hazırlayarsınız. Dadından da çox məmnun qalarsınız. Hələlik.